Hər vaxtınız xeyir olsun dostlar. Xoş gördünüz kanalımda. Bu günləri Dünya Çempionatının Avropa üzrə seçmə oyununda, seçmə mərhələsində Türkiyə Bulqaristan oyundayıq. Türklərin deməklə, Türklərin sözünə Bulqaristan. 9 xalı var Türkiyənin, 12 xalı var İspaniyanın. Qrupunda İspaniyadır, Bulqaristandır, Gürcüstandır. Gürcüstanda 3 xalı var. Oyun başlayır. İnşallah bir yaxşı oyun olar. Qələbə qazanar Türkiyə. Oyun da Bursadadır, stadion da doludur. İnşallah Bursaspor da gələr Süper Liqaya. Yaxşı komanda, yaxşı azarkeşləri var. Oyun başladı. Qalatasaraydan 2 oyunçu var. Biri Abdülkerim'də, biri də Uğurcan. Türkiyə hücuma keçir. Oyun başladı dostlar. Keçə bizdə oyuna keçməmişdən qabaq videolarımı bəyənin. Abunə olun. Yorumlarınızı yazın. Bildirimləri açın ki, video paylaşanda sizə bildirim gəlsin, videolarımı izləyəsiniz, dəstək olasınız. Keçə oyuna dostlara görə yaxşı oyun olar inşallah. Vur! Vur da bozbaş! Ay bu Kərəm 2 saatda topu saxlayır ayağında. Saxlayır, ayağına belə baxır. Vur bunu da. 12-ci dəqiqədir oyunda. Türkiyə tək qapı oynayır. Gürcüstan öz meydanında müdafiə olunur. Türkiyə yaxşı oyun başlayıb, yaxşı da oynayır, preslə oynayır, topla çox oynayır. Bulqaristan kontra ilə oynamaq istəyir. Amma Kərəmin vurduğu topa bax. Qapısı ilə üzbəz necə oyunçudur bu. Vura bilmədi. Hakan zərmə zərbəsindən. Hakan əl işarət elə Hakan. Penal. Niyə gec verdi? Top vurdu, əlinə dəydi. Hakan əlin qaldırdı. 2-3 saniyə keçdi, sonra penalı göstərdi. Baxaq bir dənə. Bu beləçi dəydi, beləçi. Bu əlinə dəydi, penaldır. Birləşidi məncə olsa beləçi əli qalmışdı. Top qapıya tərəf gedirdi. Belə dəydi əlinə. Məncə penaldır bu, dəyişməyəcək. Məncə dəyişməyəcək. Varla danışır, penal. Penal. Çünki qapıya vuranda Hakan belə Bolqar oyunçu beləçi elədi, bu əlinə dəydi. Qapıya gedən tərəf gedən topudur. Hakan vur olsun bir. Çalhanoğlu Hakan. Hakan Çalhanoğlu topun gerisinde Hakan. 17-ci dəqiqə bitdi. Çox qüvvətli zərbələrə malikdir. Yaxşı penalti ustasıdır Hakan. İşara gəlir. Hakan. 18-ci dəqiqə başlayır. Hakan Çalhanoğlu. Hakan. Topa elə qoydu. Cırıldı top. 1-0. Türkiyə 1, Bulqaristan 0. 18-ci dəqiqə. Yaxşı oynayır Türkiyə. Topla oyun başlayandan 18 dəqiqədə Türkiyə oynayır topla. Bulqaristan top göstərmirlər. Kontra ilə çıxmaq istəyir. Ancaq sağ cinahla, sol cinahla ümumiyyətlə gələ bilmirlər. Qapıya tərəf də gələ bilmirlər. Və bu gol daha tez gələ bilərdi. Kərəm Aşdıroğlu bir dənə qapıçısına üzbəyiz topu qaçırtdı. 1-0. Vur! Vur qola da! Vur onu qapıya, Zeki! Ortaya çıxartdı, heç kim yoxdur. Arda ortaya çıxartdı, heç kim yoxdur. Özü vursaydı bəlkə də qol olardı. 34-cü dəqiqədə vəziyyət həmən vəziyyətdir. Türkiyə oynayır. Bulqaristan gəlməyə çalışır, gələ bilmir. Kontralarla çıxmaq istəyir. Qoldan sonra 1-2 dəfə çıxdı. Yəni qapıya zərbələr olmadı, amma çıxdı, müdafiə qarşıladı. Burada Fərdi aldı.
topla oynayır yenə şey Türkiyə. Amma ikinci gol hələ ki şans vardı. Yaxşı qapıya vura bilərdi məncə. Vursaydı gol da ola bilərdi. Amma pas verdi ortaya. Ortada heç kim yox idi. Bu var ha. Bu Kerem Aktürkoğlu nətər oyunçudur. Necə topa zərbə vurmaydı. Top gücü yoxdur elə bir topa vurmağa. Bravo. Nə qəşəng pas verdi ona Kənana. Vura bilmədi, ora bax ha. Yox. Bozbaş oyunçudur bu. Qatırdı. Gücdən zərbə əlavə artırılmış bir dəqiqədə bitibdi ki. Qaldı bu çıxartdılar və bitti. İlk hissə bitti. İlk hissə Türkiyə 1, Bulqaristan 0. Birinci hissə Türkiyə daha yaxşı oynadı. Daha yaxşı və ümumiyyətlə oyunda yaxşı oynadı. Tək qapı ara sıra gəldi Bulqaristan. Onun nəticəsində də görürsən tam üstünlüklə keçən oyunu da Türkiyənin 1-0-da Hakanın penaltısı ilə birinci hissəni öndə bitirdi. Ola bilərdi. 2-dən 2 ola bilərdi, 3 də ola bilərdi. Biraz Kerem dəqiq oynasaydı, fürsətləri vardı, vura bilmədi. İkinci hissədə birinci hissə qurtardı, ikinci hissədə görüşərik dostlar. Bu Kerem var ha. Neçə dənə şans düşdü əlinə. Bir nəri üçüncü ciddi şans da əlinə düşdü. Söz yoxu boyu da balacadır. Topa qalxdı, çox belə yaxşı vura bilmədi. Çatın boyu balaca deyə qalxa da bilmir. Amma yenə də şansdır da. Üçüncü şansdır düşüb əlinə. İkinci hissəndə əvvəlində bir şans düşdü, onu da istifadə eləmədi Kerem. Türkiyə millisində ümumiyyətlə Türkiyədə belə sırf santrafor yoxdur. Sırf hücumçu, hücumda oynayan oyunçu yoxdur da. Ona görə Kerem hücum oyunçusu deyil. Sağ cinah hücumçusudur. Sağ cinah mövqeyində oynayır. Olmadığı üçün onun mərkəzdə oynadılar. Sırf santrafor yerində oynadılar. O da oranın oyunçusu deyil. Əlindən gələnə qədər oynayır amma yəni o deyil də. Ona görə Türkiyədə yoxdur. Sırf hücumçu yoxdur Türkiyə milli. Ümumiyyətlə Türkiyədə yoxdur. Nə milli Türkiyə Burak Yılmazdan sonra santrafor yoxdur. Bulqaristan təhlükəli gəlmişdi. Hardan vurdu? Elə bir 25 metrdən uzaqdan ha, 25 metrdən uzaqdan vurdu, top dirəkdən qayıtdı. Uğurcan uzandı amma əli də dəymədi məncə, dirəkdən. Uğurcana top gəlmir. İkinci şeylərdir var, zərbələrdir qapıya. Birincisi cərimə zərbəsindən təhlükəli idi amma deyildi. Top şiddətli deyildi, tutdu Uğurcan. İkinci də ki bu. Bu işə dirəkdən döndü. İkinci qolu vurmasa Türkiyə Bulqaristan yəni vura bilər. Kontralda zətdə ya oyunun sonlarına yaxın belə 1-0 davam eləsə. Ona Kerem əlinə düşəni istifadə eləməlidir. Dostlar, 61-ci dəqiqədə Montella dəyişiklik elədi. Sağ cinah müdafiəçisi Fərdi Kadıoğlu ilə sol cinah müdafiəçisi Fərdi ilə sağdakı şeyi çıxartdı, Zeki Çelki çıxartdı. Birinin yerinə Mət Müldür girdi, birinin də Kayan Ayhan. Məncə onları çıxartmamalı idi. Çünki bu yaxşı oyun, ikisi də yaxşı oynayırdı. Sağ cinahda, sol cinahda ikisi də yaxşı oynadı. Zeki də yaxşı oynadı, Fərdi də. Fikrimcə dəyişiklik eləmək lazımdırsa Kerem Aktürkoğlu'nu çıxartmaq lazımdır. Çünki oynayır oynamayla Kerem. Prosta son şeyləri eləyə bilmir. Oyuncunu keçir eləyir, amma gələ vurduğu toplar heç nə. Elə bir məktəb uşağı olur. Məktəb uşağının zərbələrini vurur qapıya. Məncə onu dəyişməli idi. Mənim fikrimcə dəyişikliyə ehtiyac yoxdur. İki cinah müdafiəsini də çıxartdı, yerinə iki cinah müdafiəsi aldı. Yəni taktiki dəyişiklik olmadı. Mövqe dəyişikliyi elədi sadəcə. Burada Kenan neylədi? Bir sağ, bir sol keçdi. Qəşəng keçdi amma ki çelə getdi topda. Çox qəşəng keçmişdi sağ sol müdafiəsi.
Arda'nın pası qəşəng. Arda da büyük zəif təsir bağışlayır. Bir-iki dənə epizodlarda səhv paslar, top itirmələr. Burada qəşəng keçdi Kənan, amma ki çölə getdi topu. İkinci gol gəlməlidir. İkinci gol gəlməsə oyunun sonlarına yaxın biraz çətin olacaq Türkiyə üçün. Çünki Bulqaristan gəlməyə başlayıb yavaş-yavaş. Bir yanda təhlükəli zərbə oldu. Abdülkerim qapıya doğru gedirdi. Abdülkerim qayıtdı şeylədi. Qabaqla blokladı. Və yenə gəlib bax. Və yenə gəldi. Bax şey dəyişiləndən sonra müdafiə 2 dənə müdafiə dəyişiləndən sonra şeyin tərəfi zəif bağışlayır. Mert Müldür orada yəni zəif. Məncə oyunçuları dəyişdirməməlidir. Dəyişdirdə Mert Müldür orada şeyə baxanda qapısı səhv elədi. Bulqaristan qapısı. Müdafiə dəyişiləndən sonra o şey orada zəif təsir bağışlayır. Mert Müldür. Fərdi Kadıoğlu daha yaxşıdır. Yəni onlar ikisi yaxşı oynadılar. Qəşəng. Samet 2-0. Öz qapısına vurdu ya. Öz qapısına vurdu deyəsən. 2-0. Türkiyə 2, Bulqaristan 0. Axır ki bu vuruldu ya. Vurulmalıydı bu. Bu ikinci top vurulmasaydı 84-cü dəqiqə son dəqiqələr vəbşim çətin olacaqdı da. Ona görə ki 1-0'dır. Oyun qurtarır. Bulqaristan gələcək, gol vurmaq istəyəcək. Söz yox, belə iddiası yoxdur. 0 xalı var sonuncu yerdədir. Amma yenə də heç bir klub, komanda, ölkə komandası olsun uduzmaq istəməz. Ona görə də ki 1-0 təhlükəli idi. Gələcəkdilər, gol vurub 1-1 də ola bilərdi. 2-0 oldu. Yaxşı oldu. Bu arada o bu oyuna da baxıram. Gürcistan İspanya oyunu. İspanya 4-0 irəlidə. Hələ neçə dənə top vura bilməyib İspanya. Ona görə baxıram ki İspanya azərkeşəm mən. Bir İspan azərkeşəm. İspan millisinin. Ona görə də İspanya'da oyunu izləyirəm burada. İnşallah şey olsa, fürsət yaransa, o birisi oyunları video çəkməkdən sonra fürsət yaransa İspanya'nın oyunlarını da inşallah dünya çempionatı ərəfəsində onu da videolarını çəkəcəm. Ay, ne oldu? Yine vura bilmedi Kenan. Artırmış 3. dəqiqədə vura bilmədi və oyun da bitti. Oyun bitti dostlar. Türkiye 3-0 kazandı. Təbrik edirik Türk qardaşlarımızı. 3-0 nədir? 2-0 kazandı. Son dəqiqələrdə öz qapılarına vurdular. Şansları oldu Kerem'lə falan. Kenan'la, Kerem'lə. İstifadə edəmədilər. 2-0 kazandılar. Deyirəm, təbrik edirik. 12 xalı oldu. İspanya'da 4-0 kazanır. Orada da artırılmış dəqiqələrdir. İspanya birbaşa dünya çempionatına, Türkiyəni də təbrik edirik play-offlarda. Görək rəqibi kim olacaq play-offlarda. Türkiyəni inşallah gedər dünya çempionatına. Dünya çempionatda birisi Meksika, Amerika, Kanada'da 2026. 3 gündən sonra Türkiyənin İspanya'nın oyunu var İspanya'da. İnşallah oyunda bərabərlik olar inşallah. Çünki İspanya azarkeş olduğuna görə istəmirəm nə İspanya udsun, nə Türkiyə uduzsun. Bərabərlik olsa daha yaxşı olar. Bitirək burada dostlar videomuzu. Başqa tepki videolarında görüşərik. Bitməmişdən əvvəl videolarımı bəyənin, takip edin, şərhlərinizi yazın, bildirimləri açın ki, belə videoları izləyə biləsiniz. Sağ olun dostlar, görüşərik.